Salam dostlar. Azərbaycanda növbəti repressiya qurbanı öz həyatını itirdi. Bu dəfə danışacağımız şəxs gənc fəal Elbəyi Kərimlidir. Elbəyi Kərimli 2 il bundan əvvəl 2023-cü ilin avqustunda Heydər Əliyev heykəlinin üzərində Stalin ifadəsini və başqa ifadələri yazdığına görə şərlənərək həbsə atılıb. Gənci Milli Bankın mərkəzi ofisinin qarşısında 28 may metrosunun yaxınlığındakı parkda saxlayıblar və bu saxlamadan sonra gənc çox böyük işgəncəyə məruz qalıb. Polis bölməsində onu o qədər döyüblər ki, 22-ci polis bölməsində, Nəsimi rayonu 22-ci polis bölməsində o qədər döyüblər ki, gənc məcbur olubdur narkotik saxlama və satışı saxta ittihamını üzərinə götürsün. Ona təklif ediblər ki, ya üzərinə silah qoyacaq, ya narkotik, ya da vətənə xəyanətlə telefon və hansısa hərbi obyektləri yazaraq səni şərləyəcək. 2 ay həmin şəxsdən heç bir xəbər olmadı. Təsadüf nəticəsində 2 aydan sonra cəbhəçilər onun saxlandığı barədə xəbər tuturlar. O nail ola bilir ki, müvəqqəti saxlama yerində başqa bir siyasi məhbusla əlaqə saxlayaraq bildirir ki, ona bir yardım etsinlər və cəbhəçilər ona vəkil tuturlar, Nemət Kərimlini. Və təsəvvürünüzə gəlir ki, işgəncə altında öz əleyhinə qarşı verən şəxs məhkəmədə bildiribdir ki, işgəncə altında bütün bunları eləyibdir və Elbəyi Kərimli bildiribdir ki, heç bir günahı olmayıbdır, həbsi tam siyasidir və bildiribdir ki, onu məhz Heydər Əliyevin heykəlinin üstündə Stalin və başqa ifadələri yazdığına görə həbs ediblər. Nə baş verir? Həbsdə saxlanan zaman ona 6 il həbs cəzası verilir. Fəal həbsdə olarkən çoxlu sayda etiraz aksiyalarını, quruacılıq aksiyalarını keçiribdir bir neçə dəfə. Axırıncı dəfə aclığı o 23 may 2025-ci ildə keçirmişdi. Karserə salınıbdır həmin bu vəhşi rejim tərəfindən. Və ən önəmli məsələ 12 dekabr 2025-ci il tarixində Heydər Əliyevin rəsmi elan olunmuş ölüm tarixində həmin şəxsin də ölüm xəbəri çıxır ki, o, sən demə, Elbəyi Kərimli özünə qəsd edibdir, intihar edibdir və onun saxlandığı həbsxananın 2 saylı cəza çəkmə müəssisəsinin sankastında asılmış vəziyyətdə tapıldığını deyirlər. Hadisənin təfərrüatı bugünə kimi bəlli deyil. Çünki ən faciəvi hal budur ki, bu şəxs yetim bir şəxsdir. Anası, atası olmayan bir yazıq, nənəsinin himayəsində olan qoca, belə deyək də, heç kəsi olmayan, nənəsindən başqa, bir də qardaşından başqa heç kəsi olmayan şəxsdir. Gizlicə aparıb onu dəfn eləyiblər. 14 dekabrda heç kəsə dəfn olunduğu yeri açıqlamayıblar. Fakt üzrə təbii ki, cinayət işi başlanılıbdır. Amma şəxsin
ölümündə günahkar kimdir və yaxud qətlində günahkar kimdir? Bu məsələyə mən buradan bir mənalı demək istəyirəm ki, şəxsin ölümündə günahkar yeganə şəxs Azərbaycanda siyasi hakimiyyəti 2003-cü ildən zəbt etmiş, qanunsuz zəbt etmiş İlham Əliyevdir. Çünki İlham Əliyev elə 2003-cü ildə də və ondan sonra da 5 dəfə keçirdiyi seçkilərdə də hər dəfə müxtəlif seçki saxtakarlığı ilə ali hakimiyyəti ələ keçirərək Azərbaycanda bugünə kimi at oynadır. Məhz həmin İlham Əliyevdir ki, vaxtı ikən başqa bir gəncləri həmin heykəlinin üzərində qul bayramınız mübarək sözünü və başqa ifadələri yazan şəxsləri Qiyas və Bayramı həbs etmişdir və bu təkcə bu şəxsin faciəvi tarixi deyil. Bilirsiniz ki, Bayram Məmmədov müəmmalı şəkildə bir neçə il bundan qabaq İstanbulda Bosfor körfəzində batmışdır. Nətər bu baş veribdir, heç kəs bilmədi. Çox şübhəli bir ölüm oldu. Ondan sonra başqa bir ölüm isə Mehman Qələndərovun bir fəal var idi, müxalif fəal. O da Heydər Əliyevin heykəli üzərinə yollanırdı ki, yazmışdı ki, Facebook səhifəsində gedirəm həmin heykəlin üzərində eyni şüarları yazacağım, Qiyasla Bayrama həmrəylik nümayiş elətdirəcəm. Mehman Qələndərovu da həbs eləyiblər, şərləyiblər və onun da Kürdəxanı müvəqqəti saxlama təcridxanasında meyidi çıxıbdır. Yenə də siz məndən soruşursunuz ki, günahkar kimdir? Günahkar bu iqtidardır. Mehman Qələndərovun ölümündə də, Elbəy Kərimlinin də ölümündə günahkar bu iqtidardır və başda İlham Əliyev olmaqla. Kimsə deyə bilər ki, nəyə görə belə deyirsən Emin? Bəlkə şəxs həqiqətən də özünü asıbdır. Özünə qəsd edibdir, ağır psixoloji durumda olubdur, dözməyibdir çətinliklərə və bunu edibdir. Bu fikirləri səsləndirən şəxslərə də bildirmək istəyirəm ki, əgər şəxs heç bir günahı olmayaraq, şərlənərək, işgəncələr altında döyülərək hansı cinayəti üzərinə götürübsə, bir çox sayılı jurnalistlərdir, fəallardır bugün Azərbaycanda müxtəlif saxta ittihamlarla, narkotik saxlamaqla, xuliqanlıqla həbsə atılırlar, tutulurlar. Bu şəxs də onlardan birisi idi. Əgər bu şəxsi şərləyiblərsə və bu şəxs həqiqətən də özünə qəsd edibsə, bu yenə də bu rejimin və bu qanıçan rejimin başçısı İlham Əliyevin günahkar olduğuna birbaşa göstərən sübutdur və dəlildir. Təəssüflər olsun ki, biz hələ ki iş materiallarını əldə edə bilmirik. Çünki Elbəy Kərimlinin heç bir yaxınını tapmaq mümkün deyil. Kimsə deyir ki, qardaşı var. Əgər bu videoya baxacaq bir şəxs olacaqsa, Elbəy Kərimlinin qardaşı varsa bizimlə əlaqə saxlasın. +41 78 916 25 30 nömrəli WhatsApp-la. Mən hal-hazırda İsveçrədəyəm. WhatsApp və yaxud siqnal nömrəsi vasitəsilə bizimlə əlaqə saxlayın. Bizə yazın ki, biz də bu məsələdən kimin xəbəri varsa, bizə bu xəbəri versin. Mən bilirəm ki, bu cəza çəkmə müəssisəsində başqa siyasi məhbuslar da saxlanılırdı. Ola bilsin onların da bir hadisələr barədə məlumatı olacaq, olmayacaq deyə bilmərik, amma fərqi yoxdur. Sıradan bir siyasi məhbus olmayan
məhkum və yaxud yaxınlarında bu məlumat varsa, xahiş edirik ki, həmin şəxsin qanını batırılmaması üçün onun ölümü ilə ətraflı məlumatları bizimlə bölüşün. Çünki bu artıq onun göstəricisidir ki, qan içən quldur rejim öz respublikada şəxsiyyətə pərəstişliyi yaydıqları bu Heydər Əliyevin idoluna hər hansısa xoşa gəlməz, onlara bəyənmədiyi addımı etmiş şəxslərə qarşı baxmırlar ki, bu gənc fəaldır və yaxud artıq oturuşmuş bir şəxsdir. Bu şəxsin həyatını belə ondan alırlar. Və kimsə bugün yenə deyəcək ki, sübutlar falanlar yoxdur. Mən qiyasla və Mehman Qələndərovun işində onu deyə bilərəm ki, Mehman Qələndərovun da ailəsi ondan imtina etmişdi. Çünki onun müxalif mövqeyinə görə onun heç bir yaxını, hətta ölümündən sonra bu işə yaxın durmadılar. Onun qanını batırdılar. Təəssüflər olsun ki, bugün bəzi şəxslər Elbəyi Kərimlinin də qanını batırmaq istəyirlər. İctimaiyyətə başqa-başqa məlumatlar verirlər ki, güyəm, sən demə, adam ağır psixoloji durumda olubdur, bəlkə özünə sui-qəsd edibdir, dözməyibdir türməyin ağır şəraitinə. Bugün belə çıxar, belə deyək də, hər bir siyasi məhbusu həbsə edəcəklər, həbsə atacaqlar və deyəcəklər ki, hə, sən demə, bu gənc dözməyibdir buna, psixoloji durumu çətin idi, depressiya, stresə düşübdür, özünü öldürübdür, hə, burada nə var ki? Yəni, bu şəxsi həbsə atan hakim, yeri gəlmişkən həmin hakim, o, bəzən bu iqtidar deyir, vətən xaini. Vətən xaini həmin hakimlərdir ki, həmin günahsız gənci həbsə atırlar. Eyni hakimlər də Abzac medianın jurnalistlərini həbsə atmış hakimdir. Mən bugün onlar barədə ətraflı danışmaq istəmirəm, amma yenə deyirəm ki, onu göndərən, həbsə atan, məhkum edən hakimdir, günahkar. Onu həbsə atan, məhkum edən apellyasiya məhkəməsinin hakimləridir, ali məhkəmənin hakimləridir ki, bu şəxslər bugün Azərbaycanda ədalətin tərəfində güəm olduğunu deyərək, əslinə qalsa isə bu qan içən cəllad rejimi qullarıdır. Və yenə deyirəm ki, baxın, bu qətildə, siyasi qətildə günahkar olan şəxslər təpədən dırnağa qədər əllərini qana budlayıblar. İlham Əliyev bunu çox gözəl bilir və 12-sində bu hadisə baş veribsə, əgər bunu iqtidar edibsə və mən əminəm ki, heç bir şübhəm yoxdur ki, hər bir şey eləyiblər ki, bu şəxs öz həyatına sui-qəsd etsin və yaxud ona elə işgəncə veriblər ki, ona elə bir rəftar eləyiblər ki, o məcburən bunu edibdir və yaxud özləri eləyiblər. Bunu kim edibsə mən deyə bilmərəm. Azərbaycanın müvəqqəti saxlanma yerlərində çoxlu sayda siyasi qətllər baş verib. Fəxrəddin Abbaszadə də var idi. Onu Moskvadan tutub gətirmişdilər, deyirdilər ki, hə, bu da vətən xainidir, separatçıdır, nə bilim, nədir. Adam Dövlət Təhlükəsizlik Xidmətinin qanunsuz saxlanma məntəqəsində güya özünə intihar edibdir. Adam bir həftə, 2 həftə əvvəl deyirdi ki, məni öldürmək istəyirlər və deyirdi ki, mən özümü öldürmək fikrim yoxdur. Vəkillərinə də, yaxınlarına da bunu demişdi. Amma adamın meyidi çıxdı və dedilər ki, Şuşanın azad olunmasına dözmədi, özünü asdı. Bu cürdə, belə deyək də, qətləri biz görmüşük. Amma bugün, bax, bu yetim uşağın 22 yaşlı Elbəyi Kərimlinin ölümü, mən deyərdim ki, Azərbaycanın bu 2025-ci ildə konstitusiya ili elan ediblər. Belə deyək də, utanmaz, qızarmaz, indi İlham Əliyev amnistiya aktını elan eləyəcək, güyəm, günahsız olan insanları
və ya hansısa az günahı olan, az cəza törətmiş şəxsləri azad edəcəkdir. Bunun adı yeganə adı rəzalətdir. Yəni biz bugün elə bir ölkədə İlham Əliyev bir tərəfdən insanları tutur, türmələrin ağzı 2 dəfə artıq onların o belə deyək də məhkum qəbul etmə imkanından artıq. Yəni bir kameradakı 4 nəfər qala bilər, bəzən baxırsınız ki 5-6 nəfəri saxlayırlar. İnsanları elə şəraitdə saxlayırlar ki, insanlar dözmür. Qadınları elə şəraitdə saxlayırlar, Allahın ventilatorunu belə yayda belə jurnalistlərə vermirdilər. 1000 cürə oyunlardan çıxırdı bu qan içən rejim. Və bu qan içən rejimi məsuliyyətə cəlb etmək üçün biz əlimizdən gələni eləyəcəyik. Və beynəlxalq təşkilatların da bizə verdiyi imkanlardan da istifadə edərək Avropa Şurası çərçivəsində, ATƏD, BMT çərçivəsində müxtəlif zəruri addımlar atacağıq. Amma bu addımları atmaq üçün bizə qurbanların və yaxud onların yaxınlarının ən azından məlumat verməsi və bu işi aparılması üçün həvalə sənədləri verilməsi lazımdır. Yəni, əgər bugün bizə bu videonu Elbəy Kərimlinin nənəsi və yaxud qardaşı baxacaqsa, mən sizdən xahişim budur ki, imkan verməyin ki, sizin yaxınınızın qanı batırılsın. Əgər Elbəy Kərimli 12 dekabr 2025-ci ildə həqiqətən də özünə qəsd edibsə, bu daha böyük faciədir. Baxın ki, gənc 2 ilə yaxındır ki, həbsdə qalıb, köməksiz qalıbdır, heç kəs ona kömək elə bilməyib, görüb ki, artıq vəziyyət elə gəlib düşüb ki, hətta partiya sədrinin Əli Kərimlini belə şərləyərək həbsə atırlar, dözməyib adam və nümayişgəranə götürübdür, məhz Heydər Əliyevin ölüm günündə özünü asıbsa, bu iqtidar o imkanı ona veribdir. Onu elə əlacsız vəziyyətə qoyubdur ki, deyiblər ki, ged özünü istəyirsən, asırsan, as. İnsan özünü asıb, yəni bəzən deyirlər ki, kimsə özünü asmaq üçün onlar zəif adamlar. Onlar zəif adamlar deyil. Yəni bu, əgər həqiqətən də Elbəy Kərimli özünə qəsd edibsə, bu siyasi addım olubdur. Bu artıq dözməyibdir, bu artıq göstərib ki, sizi kimi qan içənlərlə yaşamaqdansa, bəlkə mən ölümümlə bu xalqı, bu iqtidar içindəki iqtidara işləyən adamları ayılda bilərəm. Və bu videoda yazmaqda məqsəd budur ki, biz bugün həqiqəti tapmalıyıq. Əgər bu şəxsi qətlə yetiriblərsə, bu 2 qat artıq cinayətdir. Və bu cinayətin başında duran, buna şərait yaradanlar hamısı gec-tez mən bilirəm ki, əminəm ki, cəzasını alacaqlar. Heç kəs qaça bilməyəcək tarixi ədalətdən. Əgər bu şəxs özünə qəsd edibsə, yenə də birbaşa və dolayı burada məsul şəxslər ölkə rəhbərliyidir, həbsxana rəhbərliyidir, məhkəmə sisteminin rəhbərliyidir, istintaqa aparan orqanların rəhbərləri. Hamısı məsuliyyət daşıyırlar və məsuliyyətlərini, cəzalarını gec-tez alacaqlar Azərbaycan xalqı adına. Mən bir daha hesab edirəm ki, bu siyasi qətildir. Demək istədiyim odur ki, Elbəy Kərimlinin yaxınları bilirəm ki, baş sağlığı bugün onlara verənlər var. Amma baxın ki, ailə belə, bəzi ailə özləri dayəsindən belə soruşublar ki, sən harada dəfn olunubdur? Deyir ki, bilmirəm harada dəfn olunubdur. Yəni, kimsə Elbəy Kərimlini aparıb gizli dəfn eləyibdir. Necə ki, vaxtı ikən Mehman Qələndərovu qətlə yetiriblər, adını qoyublar ki, özünə qəsd edib asıbdır. Bu işi araşdıran hüquq müdafiəçisi Oqtay Gülaliyev daha sonra faciəvi şəkildə əminəm ki, xüsusi quraşdırılmış əməliyyat nəticəsində öz iş qabiliyyətini itiribdir. Bugün canı ilə çırpışır, danışa bilmir, iflic və yarı iflic vəziyyətdədir. Bəzən deyirlər ki, belə yaşamaq, ölmək bəzən daha asan olur. Demək istədiyim bunlardır ki,
Əziz dostlar, fikirləşin və düşünün ki, bugün Azərbaycanda 2025-ci ildə bu cür ağır cinayət baş veribdir və bu cinayətin üstünü biz birlikdə sizlərlə açmalıyıq. Bir daha sizdən xahiş edirəm ki, bu videonu maksimum paylaşın, bölüşün ki, bu videonu görsünlər və biz Elbəy Kərimin işini birlikdə araşdıraq və günahkarları cəzasız qoymayaq. Məndə hələlik bu qədər. Sağ olun, salamat qalın.